Kəlbəcərdə uzun illərdən sonra Kəlbəcər sakinləri ilk dəfə öz doğma torpaqlarında Kəlbəcər şəhər gününü qeyd edirlər və bu möhtəşəm kadrları sizə təqdim edirik. Kəlbəcər sakinləri uzun illər öz doğma torpaqlarından didərgin düşdü. Öz ellərindən, obalarından uzaqda yaşadılar, həsrət çəkdilər. Amma bugün onlar ellərində, obalarında, yurtlarında, yuvalarındadır. Bugün onlar öz bayramlarını böyük bir coşquyla, təntənə ilə, sevinclə, həyəcanla qeyd edirlər. Bugün Kəlbəcər yenidən qurulur, bugün Kəlbəcər yenidən dirçəlir. Kəlbəcərin hər qarışında infrastruktur layihələri icra olunur və bu sözsüz ki, Kəlbəcərin müasir, dayanıqlı yaşayış məntəqəsinə çevrilməsi üçün ən başlıca amillərdən biridir. Gözlər, mübarək. Bütün Kəlbəcər sakinləri bir arada, əl-ələ, böyük bir sevgi ilə, böyük bir coşku ilə bayramı qeyd edirlər. Möhtəşəm bir konsert proqramı da artıq yekunlaşmaq üzrədir. Bütün bunların fonunda diqqəti dağa yönəltmək istərdim. Operatorumdan xahiş edirəm, oranı da göstərsin. Bu tonqal Kəlbəcərdə şəhərində ən yüksək dağların üzərində birində qalanıb və bu Kəlbəcərin əsas simvollarından biri sayılır. Vaxtilə